Salam dostlar, bir şey barədə danışmaq istəyirəm. Deməli, neçə vaxtdır TikToka video atmırdım. Daha doğrusu atırdım, atmışdım da. Hətta o günlər ən axırıncı atdığım video Ukraynanın Avrovision təmsilçisinin paltarını təhlil eləmişdim. Yəni onun geyimini haqqında danışmışdım. Ancaq ondan sonra yenə video attım və gördüm ki, videomun izlənmələri yenə düşüb aşağıya. Çünki əvvəl təzə bu səhifəmi quranda, bura video atanda baxış sayı məsələn 1000 baxış gəlirdi. Hətta bəyənmələr 20, 30, 40 olurdu. Başa sabitlədiyim 2 dənə videodan görürdünüz də. Amma kimsə yenə tər barmaq eləyibsə, yenə o barmağın dinc saxlamayıb, tər barmaq eləyibsə, izlənmələr aşağı düşüb 100-dən yuxarı qalxmır. Bəyənmə sayı da 3-dən 4-dən yuxarı qalxmır. Əslində normalda TikTokun alqoritmasında, yəni tam təmiz işləyəndə, bir səhifə tam təmiz TikTokda işləyəndə, ona barmaq olunmayanda, yəni sən müdaxilə edilməyəndə, o səhifəyə video atan kimi TikTok həmən əgər o paylaşılan video onun alqoritmalarına, topluluq qurallarına uyğundursa, məsələn, topluluq qurallarına uyğun o deməkdir ki, məsələn, bir video qoyanda, əgər o videoda artı 18 bir şey varsa, söz işlədilirsə, TikTok avtomatik olaraq həmin videonu silir və sənə sistem bildirimi göndərir ki, məsələn, sənin göndərin, məsələn, ölkə ərazisində, öz ölkən daxilində, məsələn, topluluq qurallarını ihlal etdiyi üçün kaldırılır ya da ümumən TikTokun öz alqoritmasına uyğun olmadığına görə topluluq qurallarını ihlal etdiyi üçün kaldırıldı. Əgər belə bir şey gəlirsə, onda başa düşürsən ki, TikToka həqiqətən sənin qoyduğun video uyğun deyil. Amma əslində normalda TikTokun alqoritması belə işləyir ki, TikTok onun üçündür ki, yəni sən maraqlı videolar çəkərsən, qoyarsan, nələr haqqında danışırsan, insanların marağını çəkən şeylərdən danışırsan və TikTok sənə o imkanı yaradır ki, yavaş-yavaş öz səhifəni böyüdürsən və bunun sayəsində də sənə artıq canlı yayım açmaq imkanı verir, pul qazanmaq imkanı verir, labellara, markalara özünü tanıtmaq imkanı verir. Yəni o sənə o şansı yaradır ki, yəni sən elə ki, sosial mediadan tanınıb daha geniş kütlələrə çata biləsən də, yəni bütün arzularını əldə edə biləsən. Yəni nə istəyirsənsə, nəyə arzu eləyirsənsə, onu rahat şəkildə o sənə bir şeylə qapını açır. Yəni sən kimə desən, o bəlkə də uzun müddət çəkər, o qapı sənə tez açılmaz, amma biraz öz üzərində işləsən, sosial mediada paylaşımlarınla özünü inkişaf elətdirsən, bir barmaq şıklatmayla, biraz da üzərində işləyəndən sonra bütün arzuları həyata keçirə bilərsən, sənin əlində olar. Amma TikTok səhifəsinə barmaq olunanda, yəni videoların izlənmələrinə müdaxilə olunanda, o artıq izlənmələr aşağı düşür və 500-dən, 600-dən, 700-dən, 800-dən aşağı olur. Bəyənmələrdə 3-dən 4-dən yuxarı qalxmır. O saat baxan kimi hiss olunur ki, hiss edirsən ki, indi çox deyir ki, yəni belə pis çıxmasın, yəni mal da deyirik də, bilirik ki, nəsə müdaxilə olunur ki, o videoların izlənmələri aşağı düşür. Çünki məsələn, blogerlərdə, məşhur blogerlərin səhifələrinə baxanda görürsünüz ki, məsələn, mavi işarəli səhifələr var da, onların səhifələrinə baxanda görürsünüz ki, videolarda məsələn 193 min, 200 min baxış var, məsələn 20 min bəyənmə var, 30 min bəyənmə var, 40 min bəyənmə var. Ay insan, əslində belə olmalıdır. TikTokun alqoritması budur. Yəni ay insan, əslində belə olmalıdır. TikTokun alqoritması budur. Əslində normal TikTokun alqoritması belə işləyir. Təzə başlayan adamlarda, əgər mənim kimi məsələn, indi mən birinci dəfədə bura başlamıram. Mənim çox səhifəm olub, xüsusən hamısının içinə eləyiblər, eləyən eləyib, indi bilmirəm nə yaxayında oldu, amma eləyən eləyib, pis günə qoyublar. Məsələn, əl işi səhifəmdə olub, o da ilk günündə olub, gedib. Sonra başqa, məsələn, kinolardan, seriallardan videolar hazırladığım, hələ özümün paylaşmadığım səhifəm olub, onun da içinə bir müddət sonra qoyub gedib. Yəni, məqsəd odur ki, səhifə irəliləməsin, böyüməsin, bu qabağa getməsin, elə qalsın olduğu yerdə salsın, elə deyil. Hər dəfə bir səhifəni eləməmiş başqasını açanda o ziyandır, olmaz. Bir insanın bir səhifəsi olar, o səhifəni böyüdərsən. Artıq insanın o ruhsal, spiritual energiyasında əminlər. Yəni o elə bir şey yaxşı olmayanda, yəni hər hansı bir şey həvəs göstərirsən, maraq göstərirsən və sənin o işin yaxşı olmayanda, istədiyin kimi getməyəndə, sənin artıq spiritual energiyanda, ruhsal energiyanda, o mental sağlığında aşağı düşürsən, özünü yaxşı hiss eləyə bilmirsən. Normalda təzə TikToka başlayan adamlarda sıfırdan məsələn səhifə qurulanda fərqi yoxdur. Neçənci səhifə açırsan, neçənci səhifəni qurursan,
Onun heç fərqi yoxdur. Sən səhifəni sıfırdan qurursan. Normalda səhifəni sıfırdan quranda, sıfırdan açanda, sən ora videoları atanda ay insan o videoların izlənmə sayı 500-ü keçir, bəyənmə sayı da 20, 30, 40 olur. Hələ təzə başlayanlarda 15, 10, indi məndəki kimi 20 izləyicisi olan adamlarda maksimum baxış sayı 1000 olur. Amma bir balaca izlənmə yüksələndə 500-ü keçəndə, 1000-i keçəndə artıq olur 3000, 4000, 5000. Normalda belə olmalıdır. Neçə gündür video qoyuram, baxaram ki, 100-dən yuxarı qalxmır. Yəni elə bilirlər ki, mən baxmıram, nəzarətdən qoymuşam, belə eləyim, qurtardı, yox. Baxaram, görürəm, çünki TikTokda videoların altında 3 bucaq işarəsi var. Nə qədər izlənmə gəlirsə, sən onu oradan baxıb görürsün. Çox deyirik ki, bilirik ki, təzə səhifə qurulanda o səhifəyə sıfırdan video atırsansa, takipçi hələ gələndə, yəni gələndə, gəlməyəndə, təzə gəlməyəndə, səhifəyə takipçi nətər gəlirsən, sıfır takipçi ilə ilk videonu qoyursan, TikTok sənin ilk videonu kəşfiyyata salır, o birisilərin arasında sizin üçün akısına kəşfiyyata salır, hamı baxır sənin səhifəni görür ki, ilk videosunu atıb, deməli, buna dəstək olmaq lazımdır ki, yavaş-yavaş irəliləsin. Elə gəlirlər, o ona deyir, o onunla paylaşır videolarını, görürlər, gəlirlər. Amma barmaq olunanda, müdaxilə olunanda o izlənmələr aşağı düşür, o bəyənmələr aşağı düşür, sənin bütün əziyyətinin içinə elə bir ki, eləyir, oturur sonra topla çay içir. İçinə qoyur, sonra da əlbəttə ki, o spam atan adam əlbəttə ki, ləzzət alacaq da, ondan ki, bunu elədim, görünür, olur, aşağı düşür. Amma o yaxşı bir şey deyil. Bir səhifəni qurursan, əziyyətlə üstündə işləyirsənsə, sən onu böyütməlisən, yavaş-yavaş. Çox nəfərdir, çox doğulanlar, sən onu yavaş-yavaş böyüyürsən. Amma uşağı böyütmək və kənar qonşunu müdaxilə eləyəndə nətər olur? Uşağın sağlamlığı gedir, mentalı gedir, sənin bütün əziyyətin heç olur. İllərlə sən uşağın üstündə çəkdiyin əziyyət bərbad olur. Səhifə böyütməkdə elə bir şey. Sən onun üstündə əziyyət çəkirsən, sıfırdan qurursan, hətta oturursan, orada paylaşacağın videolar haqqında mətnlər də yazırsan, mövzular da yazırsan. O şey heç olanda düz gəlir.